Axşamınız xeyir, sənin səsinə baxırsınız. Mingəçevirdə ikinci qrup əlil olan Fərhad Məmmədov deyir ki, əlilliyə görə cəmi 250 manat pensiya alır. Amma öhdəliyində işləməyən ana və bacısı var. Aldığı 250 manat isə nəinki gündəlik xərclərinə, heç dərmanlarına da yetmir. Yaşa bilmirəm, xahiş edirəm, döqrə sağlanlara mənə dəstəyiniz olsun. Mən, anam, bacım heç bir işləmir deyə mən əlilliyimə görə 250 manat mənə qanun eləmir. Mənə dəstəyiniz olsun. Deyim, mən 250 manata görə birinci qrup əlilliyi istəyirəm, işləmirəm, eləmirəm, işləmə qabiliyyətim də yoxdur. Heç yandan da mənim gəlir yerim yoxdur. Bayandur Hümbətov Bolt Foodla 2 il əməkdaşlıq edib. Deyir ki, etdiyi çox saylı şikayətlərə görə hesabını bloklayıblar. Bolt Food dəstək komandası çox bir-birlərinə zid təlimatlar verirdilər. Misal üçün, müştəri şikayət etdikdə səni boşluq çıxarırdılar, səni günahkar çıxarırdılar və mən də belə olan halda, belə bir ədalətsizliyin gördüyüm halda təbii ki, öz sözümü açıq və net olaraq bunlara deyirdim və başa düşmədikləri üçün də öz rəsmi müraciətlərimi, ərizələrimi Bolt Food komandasına, həmçinin Gmail ünvanlarına göndərirdim, elektron post ünvanlarına. Və həmçinin də bunların bir-birinə zid təlimatları barəsində baş ofis səviyyəsində öz ingilis dilində tərtib etdiyim mətni, hazırladığım mətni baş ofis Estoniyaya göndərmişdim. Bunlardan qəzəblənən, çox ehtimal ki, bunlardan qəzəblənən Bolt Food rəsmiləri çıxış yolu kimi mənim hesabımı bloka salmaqda gördülər və mənim hesabımı bloka atdılar bir tərəfli qaydada və mən də boş dayanmadım. Artıq 2 aydan çoxdur ki, mənim hesabım qərəzli şəkildə bloklanıb və mən də boş dayanmadım. Deməli, bunların etmiş olduğu əməllərə görə Prezident administrasiyasına, deməli, insan hüquqları üzrə müvəkkil ombudsman aparatına və bir sıra orqanlara müraciət etdim. Və hal-hazırda da mən zahirən gördüyüm qədərilə mənim şikayətlərim formal yanaşma ilə yanaşılır. Həqiqətən də artıq 2 aydan çoxdur ki, mənim demək olar ki, müraciətlərim, şikayət ərizələrim araşdırılmamış qalır. Sadəcə şifahi olaraq bildirirlər ki, sənin müraciətin araşdırılır və bir nəticəsi yoxdur və bu səbəbdən də mən Meydan TV komandasına öz şikayətimi bildirirəm ki, adiyyatı qurumlar, cənab prezidentimiz İlham Əliyev cənabları mənim bu şikayətlərimi, problemimi görsün və adiyyatı üzrə tapşırıqlarını versin. Həqiqətən də Anti-İnsar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyi öz öhdəsinə düşən əməli, öz öhdəsinə düşən vəzifəsini icra etməmiş sayılır. Çünki artıq 2 aydır ki, mənim hesabım hələ də blokdan açılmamış qalmaqdadır. Və mənim tələbim bundan ibarətdir ki, qərəzli şəkildə bağladıqları hesabım aktiv olunsun, hesabım bərpa olunsun və fəaliyyətə başlaya bilim. Çünki mənim hüquqi statusum var və bu hüquqi statusa görə də mən partner olaraq Bolt Foodla əməkdaşlıq edirdim. Maştağanın Savalan ərazisində yaşayan sakinlər keçilməz yollardan şikayətçidirlər. Deyirlər ki, yağış yağsa da, yağmasa da yollar palçıqdır. Kanalizasiya yolu axır. İnsanlar da vansızla gedib gəlirlər, baxın. Bu da olmaz da. Sumqayıtın Şəhid Allahverdiyev küçəsinin sakinləri də yol problemindən əziyyət çəkirlər. Deyirlər ki, öz hesablarına yollara daş alıb töküblər. Amma bu problemi aradan qaldırmır. Aidiyyatı qurumlar isə məsələyə yanaşmırlar. Bu həftəlik bu qədər. Şikayətlərinizi video çəkib bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Hələlik.